sadəcə bir liderin deyil, bütün bir dövlətin yenidən doğuş hekayəsidir. Bu hekayənin mərkəzində isə bir ad dayanır: Heydər Əliyev. Heydər Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvanda dünyaya gəlir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsilini davam etdirir. Amma başlayan müharibə onun təhsilini bitirməsinə imkan vermir və 1944-cü ildə Naxçıvan Vilayət Partiyası Komitəsi tərəfindən təhlükəsizlik orqanlarına işə göndərilir. 25 il təhlükəsizlik orqanlarında çalışan Əliyev 1964-cü ildə Təhlükəsizlik Orqanlarının Komitəsinin sədr müavini və 1967-ci ildə isə sədr vəzifəsinə yüksəlir. 1969-cu ildə cəmi 46 yaşında Azərbaycan rəhbəri seçilir və həmin dövr ölkənin dönüm nöqtəsi kimi yadda qalır. Heydər Əliyev prezident olduqdan sonra sənaye inkişaf edir, təhsil sahəsi genişlənir. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Yeni SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunur. 1982-ci ilin SSR-nin ən yüksək rəhbərliyinə siyasi büroya qatılır. 1987-ci ildə isə prinsipal mövqeyinə görə istifasını verir. 1993-cü ildə ölkədə vətəndaş müharibəsi yarandıqda xalqın tələbi ilə Bakıya gəlir. 1993-cü ilin oktyabr ayının 3-də isə ümumi xalq səs verməsi ilə Azərbaycan Respublikasının prezidenti seçilir. Azərbaycan xalqı tarixinin ən mürəkkəb, faciəli devrini yaşayır. Məhz bu devirdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq üçün, xalqın ümidlərini doğrultmaq üçün həsr edəcəyəm. Prezident olduqdan sonra ilk işi çevriliş cəhdlərini dəf etmək, ölkəyi daxili parçalanmadan və xaosdan xilas etmək olur. 1994-cü ilin sentyabrın 20-sində 11 nəhəng şirkətlə əsrin müqaviləsini imzalayır. 1995-ci ildə Azərbaycanın ilk milli konstitusiyası yaranır. Şərqdə ölüm cəzası ləğv edilir. Heydər Əliyev gənclər siyasətini ölkənin prioriteti hesab edir. 1970-1980-ci illərdə təhsil sayəsində böyük işlər görür. Azərbaycanda 800-ə yaxın yeni məktəb tikdirmişdi. Ali məktəblərinin sayını 12-dən 17-yə, tələbələrinin sayını isə 100 minə çıxartmışdı. 1999-cu ildə qəbul edilən təhsil sahəsində islahat proqramı ilə milli təhsil sistemini dünya standartları ilə uyğunlaşdırır. Bütün bunlarla yanaşı Heydər Əliyev hərbi təhsilində təməlini qoyur. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adını hərbi liseyini yaratmaqla bugün Qarabağı xilas edən zabit korpusunun əsasını qoyur. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılır. Ölkənin hər yerində olimpiya komplekslərinin tikintisi ilə gənclər arasında idmana maraq yaranır. Nəticədə Azərbaycanda sağlam, savadlı, vətənpərvər gənclər yetişir. Bu gənclər Azərbaycan gələcəyinin təməlini qoyur. Mədəniyyəti millətin vizit kartı hesab edən Əliyev mədəniyyət sayəsində də böyük addımlar atır. Qız Qalası, İçəri şəhər və Şirvanşahlar Sarayı UNESCO-nun ümumi dünya irs siyahısına daxil edilir. Azərbaycan mədəniyyətini təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə tanıdır. Milli irsi qorumaqla gələcək nəsilləri ötürür və dünyada Azərbaycan zəngin mədəniyyətə sahib bir ölkə kimi tanınır. Heydər Əliyevin daxildə apardığı uğurlu siyasət onun xarici siyasətdə də qəti və uzaq görən olmasına səbəb yaradır. Regionda sabitlik və inkişaf üçün Gürcüstanla münasibətləri əsas istiqamətə çevrilir. 1966-cı ildə Gürcüstan prezidenti Eduard Şevardnadze, Azərbaycan prezidenti Heydər Əliyev arasındakı dostluq iki dövlətin maraqları ilə birləşərək dostluq və qarşılıqlı təhlükəsizlik müqaviləsinin təməlini qoyur. Heydər Əliyev siyasi təzyiqlərə baxmayaraq Azərbaycan neftini Gürcüstan üzərindən dünyaya çıxarır.
Bakı Subsa neft kəməri xətti sayəsində Azərbaycan neftini ilk dəfə Qara dənizə çıxarır. Daha sonra isə tarixi layihə sayılan Bakı-Tbilisi-Ceyhan layihəsi baş tutdu. Bu layihə sayəsində Azərbaycan dünya enerji bazarına birbaşa çıxdı. Gürcüstan isə regionun tranzit mərkəzinə çevrildi. Böyük İpək yolunun bərpası ilə Gürcüstan və Azərbaycan Avropa və Asiyayı birləşdirən əsas körpüyə çevrilir. Heydər Əliyev Gürcüstana təkcə siyasi baxımından deyil, eyni zamanda Gürcüstanın çətin vaxtlarında da yanında olaraq ona kömək edir. 1990-cı ilin qış aylarında Gürcüstan enerji blokadasına düşərkən Heydər Əliyev Gürcüstanın bütün borclarına baxmayaraq Gürcüstana təcili qaz və enerji verilməsini göstəriş verərək Gürcüstanı humanitar fəlakətdən qoruyur. Heydər Əliyev Gürcüstanda yaşayan Azərbaycanlıları iki ölkə arasında Qızıl Körpü adlandırırdı. Gürcüstan Azərbaycanlılarının Gürcüstanda rahat yaşaması üçün Gürcüstan dövləti ilə birbaşa danışıqlar aparmışdı. Soydaşlarımızın savadlı kadr kimi yetişməsi üçün Azərbaycan universitetlərində xüsusi yer ayırır. Gürcüstandakı 160-dan çox Azərbaycan məktəbinə tonlarla dərslik göndərir. Tiflisdə yerləşən Mirzə Fətəli Axundov adına ev muzeyi və Azərbaycan teatrına göstərdiyi şəxsi diqqət milli mədəniyyətimizi Gürcüstan torpaqlarında da unudulmamasına xidmət göstərir. Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımıza arxanızda güclü Azərbaycan dövləti dayanır sözü ilə siper olurdu. Heydər Əliyev 2003-cü ildə ağır xəstəlik səbəbindən həmin ilin 12 dekabrında vəfat edir. Heydər Əliyev arxasında sadəcə siyasi bir karyera qoymadı. O dağılmaq üzrə olan bir ölkəyi yenidən qurdu və inkişaf yoluna apardı. Və bugün Azərbaycan regionda güclü dövlətlərdən biridir. Bu gücün arxasında isə bir söz dayanır. Dövlətin müstəqilliyi hər bir xalqın ən böyük sərvətidir. Bu Heydər Əliyevin düşüncəsidir. Bu onun bizə qoyduğu ən böyük mirasdır. Bəlkə də onun hekayəsinin ən güclü tərəfi budur. Onun fikri yalnız keçmişin deyil, eyni zamanda bugünün və gələcəyin təməlidir. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.